Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə magistrata qəbul imtahanı düşmə ehtimalı olan belə bir maraqlı sualınızlarına baxırıq. Sualımız fiqurətli əlaqələr bilməsindən bir sualdır. Baxa görə həll qədəsi necədir? Baxın, bu sualda verilmiş ədədlərin rəqəmləri cəmini artan sıra ilə düzürlər dairənin ətrafına. Misal üçün, baxın, burada 2-dir rəqəmlərin cəmi. Burada 4-dür, burada 6-dır, burada 8, burada isə 10. Eynilə baxın bura. 4, 6, 8, 10, 12. Bu hissəyə baxsaq 6, 8, 10, 12, 14. İndi bizdə buradan baxsaq 5 ilə 3, 8. Burada 10 olmalı üçün rəqəmlərin cəmini. B olmalıdır 2. 8-dən 2 eləsin 10. İndi bunun 12 olmağı üçün rəqəmlərin cəminin A olmalıdır 6. 6 ilə 6 eləsin 12. Burada eləyir 14, burada eləyir 16. A çıxaq B, yəni 6 çıxaq 2, eləyər 4, A variantı.